Yeni nəşrlər haqqında söhbəti mühabbətli məziz tamaşaçılar, sizə daha bir kitabı təqdim eləmək istəyirəm. Bu, Gürcüstanda yaşayan Azərbaycanlı soydaşımız Yusif Yusiflinin İki Ürək kitabıdır. Bu kitab Bakıda çap olunub və Yusif müəllimi biz studiyamıza dəvət eləmişik. Xoş gəlmişsiniz Yusif müəllim. Bu kitab İki Ürək adlanır. İki Ürək deyəndə siz nəyi nəzərdə tutursunuz Yusif müəllim? Bəli, kitabda əsas məqsəd iki xalqın, Azərbaycan Gürcü xalqlarının tarixi dostluğundan bəhs eləyir. Çünki bizim ulu babalarımız Gürcülərlə torpaq qonşusu, od qonşusu, gör qonşusu, su qonşusu köhnə deyimlər kimi. Ona görə də elə tarix boyu Gürcü xalqının Azərbaycan xalqı arasında bir səmiyyət olub. Ağır günlərdə bir-birinə arxa olublar, xarici qəsbkarlara qarşı bircə mübarizə aparıblar. Hətta bir sıra bizlə Prezident Şevardan görüşündə, o deputat görüşündə dedi ki, Borçalılar bizim için çox əzizdir. Çünki bizim torpağa, bizim sərhədlərimizin qorunmasında Borçalıların, ulu babaların qanı tökülür. Ona görə bu torpaq onların ana vətənidir. Təbii ki. Bəli. Ona görə də poemada o iki dostluğun, demək, tarixi dostluğun, ayrı-ayrı şahlarla, ayrı-ayrı yaradıcı ziyalılarla, Kurucu Davidlə Şirvanşahların, İkinci İrakli ilə Qarabağ xanlığının, sonra ayrı-ayrı bizim böyük klassiklərimizdən, demək, Səməd Vurğunla İrakli Abaşidzenin, Niyazi ilə Andray Balançivadzenin və belə dostluq məqamlarında bunların hamısı burada bu kitabda öz əksini tapıb. Bilirsiniz, bu kitabın sonunda sizin publisistik yazılarınız da dərc olunub və sizin Borçalı yurdundan çıxan bir çox maraqlı adamlara həsr olunub bu yazılar. Yəni ki, sizin valideynlərinizə, ətrafınızda yaşayan maraqlı adamlara, yəni mömin adamlara və s. və ziyalılara əsasən. Və biz istərdik, bax, mən istərdim sizə bir sual verim. Yəni, bugün Azərbaycanlıların Gürcüstandakı durumu necədir? Bəli. Bir zamanlar onlar, necə deyim, yaxşı təhsil alıblar, yaxşı oxuyublar və çoxlu ziyalı kimi bir çox işlər görüblər orada yaşayan Azərbaycanlılar üçün və əlaqələri də olub. Amma bəs bugün necədir vəziyyət? Demək, Zöhrə xanım, tarixi dostluğun bir arada o ittifaq dağılan məqamlarda, o keçid dövründə bizə qarşı da müəyyən təzyiqlər, təsirlər oldu. Üçüncü əllər hər yerdə ziddiyyət yaratdılar. Burada Qarabağ, orada Gürcüstanda Abxaziya. Ondan sonra Azərbaycanları Dmanisidən, Bolnisidən qovmaq kimi oldu hadisələr. Belə acı, çox təəssüf ki, elə acı tarixdə günlər qaldı. Ancaq bu acı günlərin bir xoşbəxt, xoş günü də oldu. Demək ki, həm Heydər Əliyevin ikinci sıra hakimiyyətə qayıtmağı, həm Edvard Şevardan hakimiyyətə qayıtmağı, elə bil ki, orada bizim xalqımızın üstündə günəş doğdu. Artıq o köhnə arada olan ziddiyyətlər aradan qaldırıldı. İndi bu günləri Borçalı necə yaşayır? Bu günləri Gürcüstan Azərbaycanlılar necə yaşayır? Mən deyərdim ki, bir neçə il bundan qabaq, yəni hər iki prezidentin gəlməmişdən qabaq bizə ayrı cür baxırdılar. Bəzi dairələr, bu Gürcü xalqının şübhəsiz iradəsi deyildi. Düşüncə əllərdən söhbət gedir. Gürcü xalqı bizi sevir, biz onları sevirik, həmişə onların arxasında durmuşuq biz. Tarix boyu babalarımız, bugün də biz. Ancaq bunlar indiki dövrdə, bu saat şəxsən Heydər Əliyevin Tiflisə gəlməyi, Gürcüstanda olmağı, opera balet teatrında Azərbaycanlıların onun görüşü, çox səmimi, çox mehriban, gözəl görüş oldu və orada Heydər Əliyev özə dedi ki, bəziləri burada yaşayan Gürcüstanları diaspora adlandır. Bunlar bu torpağın gerisi, bunlar diaspora ola bilməz. Əlbəttə, ana vətənlərdir. Ana vətənlərdir. Və hətta misal Heydər Əliyev ki, Kurucu Davidin vaxtında Gürcü əskəri 45 min təşkil edib. Bunun 30 mini Türk Azərbaycan əskəri olub. Bu xalqa gəlmə demək olar mı? Bunlar diaspora adlandırmaq olar mı? Əlbəttə. O gündən sonra qəzetlər Heydər Əliyevin çıxışlarını verdilər ki, doğrudan da Borçalılar bu torpağın yerisidir. İndi bu günləri həqiqi mənada, sözün həqiqi mənasında bu günləri Gürcülərdən sonra hörmət və diqqət, qayğı nöqteyi nəzərdən biz orada ikinci xalqıyıq. Əvvəllər axırıncı xalqlardan da aşın demək lazımdır. Bizə bir o da diqqət yox idi. İndi bax, bunun əyanı sübutu iki çağırış, parlamentə deputat seçkiləri, bizim xalqın özü seçdi, öz yaxşı oğullarını seçdilər. Bu il yenə gəlir. Bu yaxınlarda parlament seçkilərini qutardı. Yenə Azərbaycanlara yaxşı yer verdilər. Bizim rayonumuzdan elə 2 nəfər seçildi. Azər Süleymanov, bir nəfər də bizim jurnalist, yazıcı dostumuz oldu ki, o da demək ki, Orxan Qurbanov. Demək ki, bu şəxsən bu deputatların seçilməyi bizə böyük həvəs qol-qanat verdi ki, doğrudan da burada Azərbaycanlara qarşı diqqət, hörmət var. Sonra siz bir cəmiyyətin yaranmağı barədə danışırdınız ki, belə bir cəmiyyət var.
Azərbaycanlıları birləşdirən cəmiyyət. Bəli, Azərbaycanlıları birləşdirən cəmiyyət, orada Gürcüstan Azərbaycanlılarının demək mədəniyyət mərkəzi yaranıb. Bəli. Bu mədəniyyət mərkəzini demək Şəmkir İcra Hakimiyyətinin başçısının o rayonun maliyyə yardımından, Heydər Əliyevin göstərişindən o bina satın alındı, Mirzə Fətəli Axundovun ev muzeyi satın alındı. O artıq orada gözəl mədəniyyət mərkəzi yaradıldı. Axundovun bütün əsərləri gözəl, orada onun əsərlərinin illüstrasiyalar çəkildi. İndi orada yada salmaq lazımdır ki, Axundovun bütün əsərləri demək olar ki, ilk olaraq Tiflisdə tamaşaya qoyulub, Azərbaycan teatrı tərəfindən. Bəli, hamısı orada tamaşaya qoyulub. Özdə açığını deyim ki, indi Gürcüstandakı bütün tədbirlər, Azərbaycanlıların tədbiri, hətta buradakı ziyalıların yubileyləri o mədəniyyət mərkəzində müzakirə olunur. Ayrı-ayrı yazıçıların, şairlərin, ziyalıların, nurani kişilərin, ondan sonra aşıqların həmən o mədəniyyət mərkəzində onların yubileyləri keçirilir, onlara Gürcüstan qəzetində onlar işıqlandırılır. Hətta mən açığını demək istəyirəm, demək bəlkə bir gün çıxmasın, mənim özümün əmək fəaliyyətimin 50 ilini qeyd elədilər. Prezident aparatdan 7 nəfər adam işlədi. Aleks Gerasimov çıxış elədi, Azərbaycan səfiri Hacan Hacıyev çıxış elədi, Gürcü televiziyası verdi. Biz də sizi təbrik edirik bu münasibətlə Yusif müəllim. Gürcü qəzetləri yazdı. Hətta bayatları Koroğlu'yu tərcümə eləyən Zezva Medanaşvili mənim şeirlərimi və İmir Məmmədli Gürcü dildən tərcümə edilər. Elə təkcə mən deyiləm, başqa yazıçılara, başqa Aşıq Çamandarın orada böyük yubileyi keçirildi. İbrahim İsvanının 100 illik yubileyi keçirildi. Xalq artisti, Gürcüstanın xalq artisti 100 illik keçirildi. Adına kişə qoyuldu. İşte bunların hamısı hər iki prezidentin qayğısı, hər iki prezidentin bizə qarşı olan diqqəti. Azərbaycan teatrı da bərpa olunur orada. Azərbaycan teatrı bərpa olmaq üçün sadəcə Gürcü Teatr İnstitutunda Azərbaycan şöbəsi açılıb. Sadəcə orada artıq teatr bərpa eləmək üçün kadr lazımdır, rejissor lazımdır, aktyor lazımdır, rəssam lazımdır, quruluşçu, mütəxəssislər lazımdır. Bunların hamısı bu günləri Gürcüstan Teatr İnstitutunda da hətta Azərbaycanda da hazırlanır o kadrlar. Demək ki, biz bu günləri şəxsən görürük ki, bizim torpağın xoşbəxt gələcəyi olacaq. Həm Azərbaycanın, həm Gürcüstanın və biz də orada rahat yaşayacaq. Torpağın özündən narahatlıq olunda şübhəsi bizə təsir edir. Abxaziya dərdi bizə təsir eləyib. Demək, Qarabağ dərdi bizə təsir eləyir. Mənəvi, elə bir udardır, zərbədir bizə vurulur. Demək, bayaq siz çox yaxşı dediniz ki, Azərbaycanda o kadrlar hazırlanır. Çünki yəni ki, Gürcüstanda yaşayan Azərbaycanlıların Azərbaycanla, Bakı ilə sıx əlaqəsi var. Yəni orada bu elə bir ki, mənəvi bir paytaxtdır bura əslində və təbii ki, siz buranın əlaqəni qədər itirməyəsiniz. Bizim əlaqələrimiz buradan üzüldüyü gün elə bil ki, elə bir havamız çatmır bizim, əlaqəmiz üzülən gün. Çünki uşaqlarımız burada, hamımız burada təhsil almışıq. Bu günləri televiziya, xüsusilə sizin səhər musiqili informasiya proqramınızı çox məmnuniyyətlə dinləyirik. Gözəl proqramdır, zəngin proqramdır, hər tərəfli, hər şeydən. Demək, bütün gün ərzində adamın elə bir ki, ovqatını işə, fəaliyyətə səsləyir. O qədər gözəl proqramdır. Biz şəxsən Azərbaycanla nəfəs alırıq. Ürəyimizin bir tərəfi Gürcüstanla, o bir tərəfi Azərbaycanla bağlıdır. İki ürək deyirsiniz. Bəli, iki ürək, elə ümumiyyətlə o iki ürək, elə bunları iki ürək hər iki xalqı nəzərə tutmuşam mən. Demək, bizim son vaxtda bizim dərslər çox baha oldu, çox çətin oldu, məktəb problemləri var, sadəcə orada Gürcüstanda, bütün elə Gürcü məktəbdə, Azərbaycan məktəbdə iqtisadi çətinlik var, ağır günlər var. Müəllimlər biraz aylığı gec alır. Hamıda olduğu kimi. Bəli, hamıda olduğu kimi təkcə bu Azərbaycanın içində Gürcülərdə də belədir. Aydındır. Tiflis məktəblərində belədir. Ancaq təhsillikdə mən o vaxtlar Ağsaqqallar Şurasının xətti ilə müraciət elədim Təhsil Nazirliyinə. Şəxsən mənim xahişimi, xalqımızın xahişini Heydər Əliyev və hörmətli prezident çatdırdılar. Və 94-cü ilin 16 yanvar ayının 16-sından prezidentin sərəncamından bizə humanitar yardım kimi borçalda olan 175 məktəb hamısına təmənnasız bizə kitab dərsliklər verir, bəli. Əgər bu dərsliklər verilməsə, inandıram sizi, xalqımız elə gücü, iqtisadi vəziyyəti hamının elə yüksək deyil ki, ala bilsin. Çünki şu an konsumentdə çox problemləri var bunları. Yusuf, mən bu sahədə ümumiyyətlə çox şeylər danışmaq olar. Yəni ki, orada Gürcüstanda yaşayan Azərbaycanlı ziyalıların vəziyyəti barədə, onların gördüyü işlər barədə, yəni onların buranın əlaqələri barədə indi bir çox sözləri dedik, amma elə sözlər var ki, vaxtımız imkan vermir ki, barədə danışaq. Amma mən inanıram ki, sizin publistik yazılarınızda biz yenə də o barədə oxuyacağıq. Yəni oradan çıxan soylu köklü adamların, ziyalıların haqqında, onların gördüyü işlər haqqında. Bayaq dediniz ki, cəmiyyət sizin 55 illiyinizi, yəni ki, əmək fəaliyyətinizin 50 illiyini qeyd edilər. Və mən
proqramımızın adından, xalqımızın adından sizi təbrik edirəm Çox və sağ olun. uzun ömür, can sağlığı arzu edirəm. Çox sağ Çünki olun, siz sağ olun. ağsaqqalsınız və orada yaşayan bütün ziyalıları öz ətrafınızda birləşdirirsiniz. Sağ olun ki, gəldiniz və kitab münasibətində sizi təbrik edirəm. Çox sağ olun. Əziz Sağ olun. tamaşaçılar, mən sizə bir daha xatırlatmaq istəyirəm ki, bizim proqramımızın qonağı, bu məqamının qonağı Gürcüstanda yaşayan soydaşımız Yusifli idi. Çox sağ olun. Proqramımızı davam edir, əziz tamaşaçılar. Yusuf müəllim, siz Borçalı illərində yaşayan və Azərbaycanın həmişə maraq dairəsində olan bir şəxsiyyətsiniz, gözəl pedaqoqsunuz və son vaxtlar sizi bir şair kimi biz kəşf elədik. Bakıya gəlişinizin də məqsədi ikinci kitabınızı çapa hazırlamaqdır. Bir qədər əvvəl sizin İki ürək adlı şeirlər, poemalar və xatirələrdən ibarət belə bir gözəl, nəfis tərtibatlı kitabınız nəşr olunub. Yəni belə sualım sizə qəribə gəlməsin, hardasa bəlkə də üzr istəyirəm sizdən bu suala görə. Yəni ömrün bu müdrik çağında birdən-birə poeziya meyliniz nə ilə bağlı idi? Çox sağ olun, deyilməli. Demək, mən uşaqlıq illərimdən yazmışam, gənc illərimdən. Hələ Tiflis ikillik müəllimlər institutunda oxuyarkən Ziya Əfəndiyev rəhmətlik, mən şeirlərimi verirdim. O deyir, dayıbala, gözəl yazsan, indi qələmin kövrək, addımın kövrəkdir. Vaxt olacaq, mükəmməl təhsil alacaqsan, örgəşəcəksən, oxuyacaqsan, mütaliə edəcəksən şairlərdən, onda qələmin puxtalışacaq. O illər mənim yazdığım şeirlərimsə aşıqanə şeirlər deyini utandığımdan işimi göstərmirdim. Hətta ali təhsil illərində də rəhmətlik Mircəlal müəllim idi. Mircəlal müəllimə oxuyurdum. Feyzullah Qasımzadan qorxurdum, ona oxumurdum şeiri. Mircəlal müəllim çox mülayim, gözəl adam idi. Feyzullah Qasımzadan çox sərt adam idi. Oxuyurdum, o deyirdi, ay bala, yaxşıdır ver şeiri. Deyirdim ki, mən həmişə belə deyirdim ki, gözəl şairlər olub, mən şairə deyiləm. Vurğundan sonra mənim haqqım var, şeirimi aparım, mətbuata verəm. Nəysə, indi bu şeirlər də dururdu, ömür də üyünüf gedir. Həm də son vaxtlar xüsusilə bu Qarabağ hadisələri, 20 yanvar faciəsi, həqiqətən o lal duyğuyu, o hissiz, duyğusuz, o daşla belə dilətdi, daş da ağladı. Yer göy də ağladı ki, səni öz Komünist partiyan, öz əskərin, öz hökumətin qırsın. Buna dağdaş da dayanmırdı, nəinki o analar, nəinki o bacılar, nəinki atalar. Onda nəysə mən həqiqətən də publisist yazılarım, o şeirlərim çıxırdı mətbuatda, təzdən bir də şeirə qayıtdım. Şeirə qayıtdım, o illərdə bax, o müthiş gecəni ağlaya-ağlaya yazmışam, 20 yanvar gecəsini. Orada bizimkilər də, bizimkidən hamısı bizimkidir. Amma özümü, qohumlarım da mənim, Borçaldan olan, onlar da həlak oldular həmən 20 yanvar faciələrində, burada şəhidlər xeybandıların ucurlar, məzarları var. Demək, belə bu illər, bu müthiş illər, aylar sonra Qarabağ faciəsi, Ardaraz kəsmi, Xocalı faciəsi, deyirsən, bu xalqımızın belə ah-naləsi, bütün mənim birinci kitabımda, Borçaldan ucalan səsdə, bütün o başdan başa, demək olar ki, 20 yanvar Qarabağ faciəsindən bağlıdır. Hətta o şeirlərimdə yazmışam, o illərdə, ağzımda dilim yanır, əlimdə qələm, publisist yazılarımı, ağla kamanım ağla, əgər inam itibsə də. Əgər inam itibsə, Gürcüstan mətbuatını oxuyandan sonra Milli Təhlükəsizlik orqanı işçiləri məni balaca çəkiyyə saldılar ki, sən 90-cı ildir, Azərbaycanda mətbuat işləmirdi. Bizim mətbuat işləyirdi. Bizim mətbuatda, Sovet Gürcüstanda, rayon qəzetində mən yazılarımı verdim. Yazılarımı verdim, o illərdə səsimizi ucaltdıq. Ona görə də o kitabın adı Borçaldan ucalan səs. Yəni biz Borçallar o zaman Azərbaycana hay verdik və arxalarında durduq, oğlanlarımızı göndərdik. Rusiyada işləyən oğlanlarımız, zabit oğlanlarımız gəldi. Cəlil Səfərov, zabit, ondan sonra Vəzir Sədiyev, Azərbaycan milli qəhrəmanlar oldular. Bunların hamısını çağırdıq, bunlar çağırışına, vətən çağırışına gəldilər. Elə ona görə də bu birinci kitab mənim, demək ki, Borçaldan ucalan səs adlanır. Sizin əlinizdə olan ikinci kitabım, İki ürək. Mən sizə məhz bu kitabla bağlı verim.
siz iki ürək adlandırmışsınız Bəli. bu kitabı. Mən bir oxucu kimi belə düşünürəm ki, sizin yəni mənəvi cəhətdən iki ürəyiniz var. Bu ürəyin biri Gürcüstandadır, biri Azərbaycandadır. Sizə Bakıya tez gəlməyiniz, Azərbaycanın taleyi ilə bu cür sıx-sıx maraqlanmağınızın da səbəbi Azərbaycanda qalan ürəyinizdir. Bəli. Və həm də bu ürək yiyəsi siz və sizin ətrafınızda olan insanlar Gürcüstandan axan bir selin qarşısını aldınız. O vaxt ki, Azərbaycanlıları Gürcüstandan tərpətməyə başlamışdılar, qanqaraçılıqlar var idi, müxtəlif münaqişələr var idi və siz və sizin kimi ağsaqqallar, müdriklər o insanları Gürcülərlə daha yaxın və isti münasibət yaratmağa kömək elədiniz. Bəli. Düz buyursun Telin müəllim. Mən bu Azərbaycan tele şirkətinə də çox razılığımı, minnətdarlığımı bildirirəm ki, Borçalının dərdlərini, qayğılarını, problemlərini həmişə sizinlə və başqa əməkdaşlarla, elə Mailə Muradxanlı ilə, başqa yoldaşlarla da burada biz həmişə bölüşmüşük. Həm bu Azərbaycana, ürəkləriyə, xalqa bəyan eləmişik, həm də Gürcüstan Respublikasına. O vaxtlar sizinlə də biz silsilə verişlərimiz olurdu. Qamsaxurda dövründə orada xalqı qırırdılar, xalq orada köçüb gəlirdi. Biz xalqı dostluğa çağırırdıq. Gərək ki, yadınızda ola. Demək ki, məqsəd nə idi? Məqsəd bu idi ki, demək ki, orada xalqı qoyulan bir qrup ekstremist idi. Bu Gürcü xalqının iradəsi də idi. Bütöv xalq da idi. Bunu bütöv xalqın adına, ayağına yazmaq olmazdı. Ona görə o illərdə ağıllı adamlar, müdrik adamlar, yaxşı ziyalılar, nurlu şəxslər mütləq xalqı pərən-pərən düşməyə yox, birliyə çağırmaq lazım idi. O illəri çağırdıq da. Bunun bəhrəsini də bugün görürük. Sizlə var hər ikimiz. Elə məndən sonra bu bəhrənin xeyirxahlığı sizə düşür, bu şirkətə düşür. Çünki o illərdə biz xalqı pərən-pərən olmağa qoymadıq. O çağırışların müəyyən təsiri oldu. Məhz həmən şeylərin, həmən hadisələrin nəticəsi olaraq mən bu ikirək kitabımı, demək, burada poema var, 800 misralıq, bu poemanı iki ürək adlandırmışam. Demək, o ürək, bura ön sözcədən Nərmən Əbdurrəhmanlı çox gözəl hiss elib, duyub mənim arzularımı və deyir ki, Yusuf müəllim, Borçalı ziyalısı sinəsində iki ürək gəzdirir. Və bu iki ürəyin biri Azərbaycan, onun biri Gürcüstandır. Demək, biz şübhəsiz ki, həmi xalqımız kimi, həmi mənəvi bura torpağımız kimi, ziyarətgahımız kimi, biz buradan, uşaqlarımız burada oxuyub qutaraq, biz burada təhsil almışıq, qəzet, jurnal burada, televizyon bizə ancaq biz Azərbaycan tuturuq. Açın demək istəyirəm, ancaq Azərbaycan, ancaq Bakıyı. Ona görə də orada bizim doğma torpağımızdır. O torpağın biz yerləriyik. O günlər səhərdə çıxış edim, çox sağ olsun, mən bu sizin teleşirkətə, bu rəhbəriyə çox razılığımı bildirirəm ki, Qulu müəllim, Rafiq müəllim, İsmail Ömərov, bunlar imkan yaratdılar. Mən sözlərimi deyə bildim ki, indiki məqamda o illəri, 90-cı, 91, 93-cü illərdə biz sizinlə burada xalqı dostluğa çağıran bizim çıxışlarımız bəlkə də çox kömək edib ki, indi o dostluğun biz gözəl bəhrələrini görürük bu günləri. Demək, tarixən Gürcülərlə biz dost olmuşuq. Biz o torpağın yerlisiyik. O torpağa gəlmə döyük. O dünya binnət olandan, bəşəriyyət yarandan, bütün tarixi, sənədlərin, arxivlərin hamısı artıq son vaxtlar meydana çıxıb sübut olunur ki, orada türk qəbilələri yaşayıb, türk tayfaları yaşayıb. Biz o türklərin bu günlərin nəslindən, törmələrinənik. Onların əcdadımız türklər olub. Demək, o köhnə rəhbərliyin dövründə bizə mətbuat yazdı ki, bunlar qonaqdır, qonaq niyə çıxmır, ekstremist qəzetlər, nə ara qışdıranlar, üçüncü əllər, üçüncü barmaqlar, bu faciələri törədənlər istəyirlər ki, o Borçalıda bir faciə yarasınlar. Ki, qonaqlar niyə görə getmirlər? Biz qonaq deyilik. O günlər mən səhərdə çıxış eləmişəm, bir yoldaş, mağarada işləyən yoldaş deyir ki, deyirlər, sən deyirsən ki, biz orada qonaq. Deyirəm ki, biz onu tamamilə sübut eləmişik ki, 100% ki, biz qonaq deyənlərin hamısı indi tanırlar. Xəcəlat çəkirlər, biz torpağın yerisiyik. Öz açığım demişsə ki, yeganə Gürcüstanda yaşayan o Azərbaycanlılar yeganə xalqdırlar ki, həyat boyu Gürcülərlə onların arasında konflikt, ziddiyyət olmuyor. Qara nöqtə yoxdur. Sizin növbəti kitabınız çapa hazırlanır. Bu kitab nədən bəhs edəcək? Bəli, o üçüncü kitabımı yaxınlarda Allah qoysa işığınızı görəsidir. O, mən demək, 70 yaşım Mayanın, Allah qoysa ona qədər yaşayıb istəyək, Mayanın 15-i tamam olur. Bu 70 illik dövrdə nəyi görmüşəm? Mən yaradıcı adam olmuşam, ömrümə 40 il məktəb direktoru olmuşam, o siyasi proseslərin həmişə mərkəzində olmuşam, önündə olmuşam, həmişə xalqı mən dostluğa çağırmışam, ekstremist əhval-ruhiyyəli olmamışam. Demək, bu kitabımda da
Məni döyüklər də, əziflər də, zindanın üstündə qovublar bəzən, həm sağdan, həm soldan belə olub da həyat da ola bilər. Belə şeylər həyatda, belə ziddiyyətlər çox olub. Enişli, yoxuşlu həyatda bütün gördüklərim, Xatirələriniz. bütün xatirələrimi yazıram. Öz də açığımda demək istəyirəm ki, ən çox məni həyatda inci salan şeylərdən biri də nədir? Biri odur ki, görürsən bir kəndə, bir eləbiyə, bir respublikaya gözəl nurlu bir adam olub, gözəl bir şəxsiyyət olub, gözəl bir qəhrəman olub, gözəl xalqa arxılan adam olub, çox səxavətli adam olub, şəxs olub. Görürsən bir də onu qovub, başqa xalqa divan eləyən, nə bilim, qanunçu adamı haqqında yazılır. Mən narahat edilən odur ki, həmən 3-cü kitabda ki, axı belə adamlar paşa kimizdə böyük şəxsiyyət olub, onun haqqında bir kəlməzə yoxdur. Təsəvvür edirsiniz ki, Sovet qəhrəman olub bizim torpağımızdan, Təzəkənddən Əmrah Aslanov, Daryal dərəsindən Berlinə qədər qanunla yazı-yazı getmiş adamı qovub, başqa bir adamı Borçalının vətən müharibəsi qəhrəman edilir. Mən də 3-cü kitabda ona cavab verirəm ki, ay zalım oğlum, mənim ədəbiyyata örgüdə mənim ilk müəllim olub, gedib vətən müharibəsinə, gəlməyib, körpə 3 balası qalıb, demək ki, Şəms Əlizadə. Mənə ədəbiyyat örgədib, şeir yazmaq örgədib. 5, 6, 7-ci siniflərdə mənim müəllim olub. Dərnək keçib bizə gözəl əlavə bədi ədəbiyyat, yaxşı örgədib hər şeylər. Hətta kiçik səhnə əsərləri bizə aparıb səhnə alışdırıb uşaq vaxtı. Mən indi təsəvvürə gətirə bilmirəm ki, elə müəllim görmüşəm mən. O qədər müəllim olub ki, mən. Təsəvvürlə ki, mən Şəms Əlizadə, bax, belə nurlu adamlardan 3-cü kitabda yazmışam ki, belə adamları nəsihət eləmişəm, məsləhət eləmişəm, üzümü gənclərə tutmuşam ki, ay oğul, Allaha bax, siz gəlin, elə adamları unutmayın. Unutsanız siz də unutacaqlar. Hüseyin müəllim, çox sağ olun, siz çox maraqlı söhbət edirsiniz. Bizim söhbətimiz lap neçə saat davam edə bilər, amma vaxt imkanımız biraz yoxdur. Biz sizə uğurlar arzulayırıq və gün o gün olsun ki, sizin 70 yaşınızda təkrar elə buradaca bizim proqramımızda görüşək. Çox sağ olun, çox razı Siz yəqin ki, gələcəksiniz. Mütləq. Mən sizə dəvət edirəm. Allah qoysun. Dostlarımı, qohumlarımı hamısını dəvət edirəm. Çox sağ olun. Çox sağ olun.
Mənim dostlarım sədaqətli. 5 bacım var, bir də telli müəllimədə 6. İndi hamımız ömrümüzün müəyyən hissəsini yaşamış adamlarıq. Hərdən mən bugün də deyirəm ki, gəlib çatır yaşayırsınız. Tamamı hərəbiyyən 50-70 Allah kimə nə yazıq olacaq. Amma sadəcə payda dediyim sözündə Allah Taala əliyir, xəlbirdən, ələkdən, filandan keçirir. Siz sizə yəqin ki, xəlbirdən əliyir, sonra ələkdən əliyir və ələkdə qalan dostlar. Yəni, bilirsiniz nəfərim, mən ümumiyyətlə dostluqda da, insanın münasibətlərdə də həmişə təmizliyin tərəfdarıyım. Bax, sözün düzünü deyil, kəs başıma aparır. Məni aldatma. Məni aldadanda mən özümü pis və hiss edirəm. Yəni, fikirləşəm ki, mən necə səy adamam, mən necə səhv adamam ki, məni aldatma. Özü elə bir adam məsələn, o hərəkət edir. Məsələn, qiymət kimin görürsünüz, dedim, hanısı desirsiz sonra olardı. Məsələn, qiymət kimin adam gəldindən sakızımı uğradı, sakızımı uğradı. Nə biləm, gözəl göçək giyinir, qəşəng kimi olanı tutasılanır. Mən insandır da. Mən axı, hər kəs insanlara mənə elə gəlmişsin, özü necəysə o cür yanaşır. Allah'a şükür gördüğünüz zaman anam hələ ömründə bir adamın haqqında, bir qadının haqqında deyir ki, bu kəs belədir, onun qızı belədir. Bu söz bizim evimizdə olmuyor. Biz saatlarla susmuşuq, sözümüz olmuyor danışmağa da, bəlkə söz aləmindədir. Amma başqalarının evinə gedirəm, o ələşəlik döşünə qatırlar, hamısını yollar, yarışdırlar falan. Yəni, mən insanlara bu prizmadan həmişə yanaşmışam. Gəldi, dedim, mən bu sözə inanıram. O, arxasını fikirləşmirəm. Ben sonra görürəm ki, Allah'ım. Çox doğrudan. O məndə çox pis təsir edir. Ümumiyyətcə, insanda inam yaxşı şeydir. Amma indi bu inamı, adamın bu inamından ki, görsən, açıq öyrədirsən, çox sənsən, hamıyı özün kim bilirsən, özün kim bilirsən, bundan su istifadə edənlər olur. O olacaq. Bu insan həyat elədir ki, onlarla dəxilsən. Bu mümkün deyil. Yox, bu mümkün deyil. Həyat deyil. Bu mümkün deyil. Bu mütləq olur. Qalarım 25 yıl yazan bir adam tədəsinin sonunda bir süre vurmuşdur. Bizim məktəbimiz böyüklərsin. Xanım çanın başında döyən yerdən 3 mərtəbə 2 konusunda müəllim yoldaşım dedi ki, dirək oturursunuz.